Salam. Bugün bol vitaminli bir salat və içi doldurulmuş toyuq yeməyi hazırlayacağım. Bunun üçün 2 ədəd toyuq filesinin üzərinə duz əlavə edib blenderdən keçiririk. Yağlı kağız sərdiyimiz soba listinə əlavə edib çəngəl yardımı ilə forma veririk. Daha sonra içərisinə krem pendir çəkirik və pomidor düzürük. Üzərindən Holland pendiri əlavə edib yağlı kağızı qayçı ilə 2 yerə kəsib bu şəkildə üzərinə örtürük. Üzərinə yumurtanın sarısını çəkirik və küncüt səpirik. Öncədən isidilmiş 220 dərəcəli sobada alt üst rejimində qızarana kimi bişiririk. Yeməyimiz bişənə qədər salat hazırlayaq. Salat üçün yarım qırmızı kələmi incə-incə doğrayırıq. Üzərinə duz səpib əlimizlə ovuruq. 6-7 yarpaq kahını doğrayırıq. 2 ədəd kökü incə-incə doğrayırıq. 1 ədəd qırmızı soğan, cəfəri və şüyüdü də incə-incə doğrayıb keçirik sosunu hazırlamağa. Sosu üçün bizə 1 ədəd limonun suyu, 5 yemək qaşığı zeytun yağı, 2 yemək qaşığı nar şərab, 1 çay qaşığı sumaq, 1 çay qaşığı duz əlavə edib yaxşıca qarışdırırıq və sosumuzun üzərinə gəzdiririk. Hazırladığımız salatı yaxşı qarışdırırıq. Çox dadlı bir salat alınır. Həm doyurucu, həm dadlı. Yeməyimiz də hazırdır. Hazırlayacaq olan hər kəsə indidən nuş olsun. Kanalımı izləməyi və videomu bəyənməyi unutmayın. Hələlik.